Sumqayıt kolxoz bazarı var. Orada bir məsəli var idi o vaxt. Qəzeti tərsinə tutub oxuyurdu. Deyirdi ki, məsəli düz tutub bu qəzeti. Deyirdi, burada bir dənə ayın tarixi düz yazılıb onsuz da. O hamı ilə zarafat eləyirdi. Mən ona zarafat eləyəndə mənə çox qəribə, indi də yadıma ki, baxırdı üzümə belə ciddi. Bir dəfə mənə qayıt dedi ki, sən ümumiyyətlə özün barəsində bu vaxta qədər 5 dəqiqə oturub fikirləşmirsən. Belə bir sual. İndi deyirsən, nə məqsəd öz var? Maraqlı sualdır, yaxşı sualdır. Həm də cavabı çətin sualdır. Əsas cavabı bilirsiniz. İnsan mahiyyətində cığallıq var. İnsan ancaq bir halda cığallıq eləyə bilir. Vaxta uduzanda. İnsan vaxta uduzanda cığallıq eləyə bilmir. Məcbur etiraf edir. Mən gələn il mənim 50 yaşım olacaq. Mən özümü həyatda vaxta uduzmuş insan hesab edirəm.